Ya Allah, əziz dostlar, hər birinizi salamlayırıq. Bu gün Binəqədi qəsəbəsində 170 nömrəli marşrutun son dayanacağında bir sotun içində 2 otaqlı evimiz satışa çıxarılıb əziz dostlar. Gördüyünüz kimi bir maşınlıq həyəti var. Evimiz kürsülü əziz dostlar. Hadisəli 6-7 daş hündürdədir. Sadəcə olaraq yaşayış olmadığına görə bir balaca yüngülvari həyətinə əl gəzdiriləcək ev sahibi tərəfindən. Daxil oluruq evimizə əziz dostlar. Gördüyünüz kimi belə bir dəhliz var. Əvvəlcə sizə bir yataq otağını təqdim edeyim. Pəncərəsi gördüyünüz kimi həyətinə baxır. Evimiz təmirlidir. Çox gözəl bir yerdə yerləşir. Yola da yaxındır. Bura isə hamam sanuzeldir. Gördüyünüz kimi hamam sanuzeldir. Burada isə evimizin mətbəx hissəsidir əziz dostlar. Evimiz əşyalı satılır, nə görürsünüzsə qalacaq. Evimizin istilik sistemi kombidir əziz dostlar. Burada isə belə bir qonaq otağı var. Sadəcə olaraq beşləri gətirib buraya yığıblar. Öz həyətinə baxır pəncərəsi də. Çox gözəl bir yerdə yerləşir. Evimiz tam təmirlidir. Köç, yaşa bir evdir. Yüngülvari həyətinə əl gəzdiriləcək. Ev sahibi tərəfindən. Əziz dostlar, evimizin start qiyməti 49.000 manatadır. İnşallah ki, real alıcı ev sahibi tərəfindən endirim olunacaq. Sənədi isə bələdiyyə sərəncamıdır, arxiv araçlı sənədi var, qaz, su, işıq sayğacı da var əziz dostlar. Kimə maraqlı olsa bizimlə əlaqə saxlayıb, gəlib evə yaxından baxa bilər. Allah evi olmayanlara ev qismət eləsin.